Salam əziz qardaş bacılarım, salam dəyərli vətən oğulları. Bugünkü mövzumuz şəhidimiz Fərhadov Füzuli Aydınoğlu barəsindədir. Fərhadov Füzuli Aydınoğlu 1962-ci ilin noyabrın 25-də Şuşada doğulmuş, 1991-ci ilin sentyabrın 25-də orada həlak olmuşdu. Füzuli 1969-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Şuşa şəhər orta məktəbində təhsil almış, orta məktəbi bitirdikdən sonra Şərq Musiqi Alətləri Fabrikində usta işləmişdi. 1980-ci ildə Ağamoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1985-ci ildə institutu zoomühəndis ixtisası üzrə müvəffəqiyyətlə bitirib, təyinatla doğma şəhərinə gəlmişdi. Son illərdə Füzulinin əmək fəaliyyəti daha çox ictimai işlərin yönümündə formalaşmışdı. 1986-1987-ci illərdə Vəzirov adına Şuşa Kənd Təsərrüfatı Texnikumunda Komsomol Komitəsinin katibi, daha sonra isə Azərbaycan LKG Şuşa rayon komitəsində şöbə müdiri işləmişdi. 1988-ci ildə Füzuli Fərhadov rayonda kənd təsərrüfatı inkişafına daha çox diqqət yetirilməsi təklifi ilə çıxış edərək Şuşa rayon damazlıq idarəsinin yaradılmasına nail olmuş və həmin idarənin ilk müdiri təyin edilmişdi. Sonralar AXC ilə ülfət bağlamış, həlak olduğu günə qədər AXC Şuşa şöbəsinin fəallarından biri kimi düşmənə qarşı mübarizə aparmışdı. Füzuli şəhərdə formalaşmaqda olan ilk özünü müdafiə dəstələrinin yaradılmasında, müdafiə məntəqələrin təşkilində, şəhərə silah gətirilməsi işində xüsusilə fəallıq göstərmişdi. 1991-ci ilin sentyabrınadək Kərkicahan, Göytala kəndlərinin, Şuşa şəhərinin müdafiəsində, Qala Dərəsi, Daşaltı, 15 kəndlərində keçirilən əməliyyatlarda iştirak etmişdi. Şuşanın süqutunu görmədi Füzuli. 1991-ci ilin sentyabrın 25-dən 26-sına keçən gecə şəhər raket və top atəşinə məruz qalarkən Alazan mərmisinin hədəfinə çevrilən Füzuli Aydınoğlu Fərhadov faciəli şəkildə həlak oldu. Allah şəhidimizə rəhmət eləsin. Torpağı nurla dolsun.